Hazırlıq müəllimlərini, bütün də məktəbdə ümumiyyətlə Elgün ətrafında olan hər kəsi dindiriblər. O işlədiyi yerdən bilirəm ki, orada da işləyənləri, yəqin müdiriyyəti hamısını dindiriblər. Prokuraturaya gedirik, bəli, bugün də orada olmuşuq, amma hələ ki bizə heç bir məlumat vermirlər, sadəcə deyirlər ki, iş gedir. Yəni biz onu hələ açıqlaya bilmərik. Yəqin ki, müəyyən ipuçları olmamış olar. Versiya çoxdur, hər birində üzərində işləməliyik deyirlər. Yəni gözləyirlər. O versiyalar orada sizə nəsə deyirlər, hansı versiyalar? Yox, bizə heç nə demirlər, sadəcə elə məsəl üçün ilk çıxartmışlar ki, maşın vurur. Nə bilim, ən əvvəl deyirdilər intihardır, yəni o intihar dövlü, yəni o intiharla bağlı vəbşə heç bir şey yox da, ola bilməz ya da. Mühafizə orqanları deyir ki, biz hər bir versiyanın üzərində işləməliyik, amma yəni ki, o intihar mümkün deyil də. Mən Elgünün ətrafı, Elgünü tanıyan, bilən hamı bilir ki, o mümkünsüz bir şeydir, intihar ola bilməz. Ola bilməz. Mənim uşağım həyat dolu uşaq idi, nəyə görə intihar eləməlidir ki, yəni o versiya yoxdur da. Digər versiya maşın vurma. Maşın vurma versiyasıdır, tutaq ki, döyülmədir. Onlar da yəqin ki, ekspertizanın rəyindən sonra tam dəqiq deyə bilərlər ki, hə, belədir. Vallahi mən heç hiss eləməmişəm ki, onun qız seviyyə. Çünki o heç hazırlıqlar o qədər dolu uşaq idi ki, vaxtı da yox idi. Olsa belə 17 yaşında uşağın nə sevgisi olacaqdı ki, təbii ki, saf bir nəsə ola bilər, bəlkə də var idi. Amma elə şey, yəni deyim, bütün günü telefonla kiminsə yazışıb, nəsə olub, elə bir şeylər olmayıb. O hazırlıqlara gedir. 5 hazırlığa, düz marta qədər 5 hazırlığa gedirdi. Martda biri dayandı. 4 hazırlığı qalmışdı, yəni elə boş rəqs hazırlığına gedirdilər, indi son zəngə görə trenajora başlamışdı. Elə boş bekar da deyildi ki, deyim, bütün günü telefonla kimlərsə yazışırdı, ya çöldə gəzirdi, ya nəsə elə bir şeylər yox idi. Yəni o qızla bağlı heç mən inanmıram ki, qızla bağlı nəsə olur. Çünki o saf bir, olsa da saf bir şey olar da, nə ola bilər ki, o qıza nə dərəcədə nəsə ola bilər ki, ona belə bir şeylər sənə. Yox, sadəcə dedilər ki, güya ki, o ad çəkibdir, qız adı çəkibdir, nə bilim nə, amma o nədir bilmirik də, hələ onu da bilmirik. Amma heç o versiyada mən, məsələn, inanmıram ki, qız versiyası ola bilər. Bir gün qabaq, məsəl üçün, mən onu paylaşmışdım da, bir gün qabaq o mənə WhatsAppda mesaj yazıb ki, mama, kartını at. İmperial Garden'ı danışmışam son zəng üçün, yəni uşaqlar sənə kartına pul vuracaq, sən də mənə göndərərsən, yəni özünün kartı yox idi, yəqin ki, administratorun kartına.